Salam, hər vaxtınız xeyir. Hər birinizi xoş gördüm. Bu gün videoda Iron səhmi haqqında danışacağıq. Hansı ki, son dövrlərin ən məşhur və ən potensiallı səhmlərindən biridir. Hansı ki, əvvəllər Bitcoin mədəniyyəti ilə məşğul olan şirkət hal-hazırda data center hissəsinə keçid eləyir. Bu şirkəti daha yaxından tanıyaq. Demək, Iron strateji dəyişikliklə dəyər yaradır. Iron ucuz və 100% bərpa olunan enerji kimi unikal üstünlüklərdən istifadə edərək dəyişkən Bitcoin mininqi bazarında sürətlə böyüyən süni zəka hesablama infrastrukturuna keçid edir. Nə deməkdir bu? Iron əvvəllər Bitcoin mədəniyyəti ilə məşğul olurdu, hansı ki, enerji ehtiyatlarının yanında, hansı ki, enerji ehtiyatları ki, yenidən bərpa olunan və təmiz enerji ehtiyatları idi. Bunların yanında Bitcoin mədəniyyətçilik fabrikaları yaradırdı, infrastrukturları yaradırdı. Hal-hazırda isə bu fabrikaları süni zəka AI fabrikaları olaraq, data center fabrikaları olaraq dəyişir. Burada qarşımıza problem və fürsət çıxır. Buna baxaq. Bitcoin mininqindən gəlirlərin blok mükafatlarını yararlanıb, hansı ki, halving yararlanıb və artan rəqabət səbəbindən gəlirlər azalır. AI isə görünməmiş hesablama gücü və enerji tələb edir. Hal-hazırdakı problemimiz budur. Iron bizə nə təklif edir? Iron deyir ki, mən həm Bitcoin mədəniyyətinə davam edirəm. Bitcoinin qiyməti yüksəldikdə mənim şirkətimin gəliri də artsın, mənim səhmimin dəyəri də artsın. Eyni zamanda mən bura bir data center hissəsi də əlavə edirəm. Hansı ki, bu data center hissəsi ilə mənim zaten əlimdə ucuz enerji var. Bu ucuz enerjidən istifadə edib mən data centerdən də gəlir əldə edim. Iron mövcud geniş bazarda ucuz enerji müqavilələri, hazır torpaq sahələri və texniki təcrübəsi ona bazarda unikal rəqabət üstünlüyü verir. Nəticə etibarilə bu transformasiya şirkəti sadəcə bir minerdən gələcəyin texnoloji güclərinin fundamental bir infrastruktur təminatçısına çevirir. Daha sonra bazarın təzyiqi və innovasiyanı sürətləndirir. Bitcoin mininqi sıxıntıları, blok mükafatının yaralanması, artan şəbəkə çətinliyi, yüksək kapital tələbi. Bunlar Bitcoin və mining sahəsində olan çətinliklərdir. Gərək süni zəka olan tərəfdə çətinliklər, eksponensial tələb, AI modelləri getdikcə daha çox hesablama gücü tələb edir. Enerji qıtlığı AI üçün ən böyük maneə çiplər deyil, onlar işlədəcək megawattlardır və infrastruktur çatışmazlığı. Böyük data mərkəzlərinin qurulması uzun illər və böyük investisiyalar tələb edir. AI dövrünün ən qıt resursu kapital deyil, megawatt. Bu cümləyə baxmaqda isə yenə danışdığımız nöqtəyə gəlirik. Data centerlar yaradılır. Şirkətlər çoxalır, borclar alınır. Məsələn, Oracle-ın nə qədər borcu var. Bir çox şirkət eyni zamanda həddindən artıq borclanmaya malikdir. CoreWeave-in borcları çoxdur. Yəni şirkətlər yaradılır. Sadəcə burada əsas problem enerjidir. Enerji gələcəyin ən böyük problemlərindən biridir. Və bu problemin həll yolları isə həm ucuz enerji tapmaqdır, həm də əlimizdə olan enerji şirkətlərinə yatırım etməkdir. Bu önümüzdəki 2026-27-ci il dövründə enerji şirkətlərinin bahalaşacağını mən düşünürəm. Bu şəxsi fikrimdir. O mövzulara dəyinəcəyik. Daha sonra risklərin diversifikasiyası edən və gəlirlərini optimallaşdıran ikili model. Iron'ın hal-hazırda ikili modeli var. Bitcoin mininqi və AI bulut xidmətləri. Bitcoin mininqdə mövcud gəlir axınını qoruyur və Bitcoin qiymətlərinin potensial artımından faydalanır. AI tərəfində isə daha sabit, proqnozlaşdırıla bilən və uzun müddətli müqaviləyə əsaslanan yeni gəlir mənbəyi yaradır. Strateji səhhətin üstünlüyü ondan ibarətdir ki, enerji tələbi yüksək olduqda Iron Bitcoin mininqini dayandıraraq enerjini şəbəkəyə satır, enerji bol olduqda isə mininqinə davam edir. Bu hələ ki bir çox şirkətin edə bilmədiyi bir üstünlükdür ki, Iron bunu edir. Nəticə etibarilə bu həm şəbəkə üçün faydalıdır, həm də Iron daha sərfəli enerji müqavilələrini təmin edir. Daha sonra müştəri ehtiyaclarına yönəlik CV xidmət modelləri. Iron 3 xidmət modeli əsasında fəaliyyət göstərir. Birincisi colocation-dır. Yəni hosting modeli ən üstünlük verilən model budur. Konsepti məkanı, enerjini və soyutmanı Iron verir. Siz GPU-larınızı verirsiniz. Yəni məsələn, Iron dediyim kimi stansiyaları var, fabrikalar var. Fabrikalarda hər şey təmin olunur. Siz öz GPU-larınızı, Nvidia GPU-su və s. gətirirsiniz. Bu GPU-lar vasitəsilə siz öz fəaliyyətinizi bu şirkətdə davam etdirə bilirsiniz. Üstünlükləri aşağı kapital riski, çünki GPU-lar müştərisi alır, uzun müddətli müqavilələr və proqnozlaşdırıla bilən gəlir axınıdır. İkinci model Build-to-Suit modelidir, hansı ki müştəriyə xüsusi obyekt. Konsept Iron böyük müştərilərə, məsələn AWS, Microsoft üçün onların xüsusi tələblərinə uyğun data mərkəzləri dizayn edir və tikir. Üstünlükləri çox uzun müddətli müqavilələrə bağlanır, güclü tərəfdaşlıqlar yaranır. Kompot satış bu GPU icarəsi deməkdir. Ən riskli olaraq bu görülür və investorlar bunu sevmir. Niyə? Çünki Iron GPU-ları özü alır və hesablama gücünü icarəyə verir və bu da gələcəkdə GPU-ların köhnəlməsi və ya qiymətlərində olan dəyişikliklərin Iron-a mənfi təsir göstərə biləcəyindən qorxudur. Dediyim kimi gəlir xəritədə Iron-ın stansiyalarına. Birinci stansiyası Texasda Childress stansiyasıdır. Həm Bitcoin mininqi, həm də maye soyutmalı AI data mərkəzləri üçün nəzərdə tutulub. Fəaliyyət gücü 500 megawatt. Tweet
Texasda 2000 meqavatlıq bir böyük data mərkəzidir. ABŞ-ın ən böyük data mərkəzlərindən birinə çevrilmə potensialı var və 600 meqavatlıq yeni şəbəkə bağlantısı üçün müqavilə imzalanıb. Kanadada olan British Columbia 160 meqavatlıqdır. 100% su elektrik enerjisi ilə təsis olunmuşdur. Dayanıqlı mərkəzlər genişlənmə planı 2027-ci ilə qədər istismarda olan gücü əhəmiyyətli dərəcədə artırmaq üçün hədəflənir. Sənaye nəhəngçiləri ilə strateji əməkdaşlıqlar inam yaradır. Gəlin bu hissəyə baxaq. Nvidia Performance Partner statusu nümayişdir. Nvidia-nın ən son nəsli H100, H200 Blackwell CPU-larına prioritetlə çıxış imkanı yaradır. Nvidia ilə birlikdə həllərin inkişafı və texniki dəstəyə malikdir. Bu nə deməkdir? Nvidia-nın həm CPU-larını ala bilir, həm də Nvidia onun inkişafında dəstək olur. Microsoft ilə 9.7 milyard dollarlıq müqavilə. 200 meqavatlıq IT yükünü əhatə edən 5 illik müqaviləyə malikdir. İllik təxmini 1.94 milyardlıq gəlirdən söhbət gedir. Bu, ARM-nin ən yüksək səviyyəli hypercycle müştərilərə xidmət göstərmə qabiliyyətini də təsdiqləyir. Digər potensial müştərilər Amazon Web Service, Google kimi texnoloji nəhəngçiləri ilə danışıqlar aparılır ki, bu danışıqlar nəticə versə ARM-ın qiyməti gözlədiyimizdən daha yüksək qiymətlərə çıxacaq. Yəni isə böyüməsinə AI bulut sahəsində aylıq gəlir 1.6 milyon dollardır. Mart ayı üçün göstərilən gəlirdir bu və artımı davamlı olaraq inkişaf etdiyi sonra sonsuz gedir. Aparat mənfəətində AI payı bu hansı ki icarəyə verilən aparatlardan gəldə olunan paydır. İlin sonuna qədər hədəf 10%. Yəni hazırda dekabr üçün hədəf 10. Quraşdırılmış hash rate bu nə deməkdir? Bitcoin ilə əldə edilən gəlirdə 270%lik bir artıma sahib. Quraşdırılmış Nvidia GPU-larının sayı 2025-ci ildə 1896 ədəd olub. Data mərkəzi gücü isə əvvəllər 200 meqavatdan düşük idi. Hal-hazırda isə 660 meqavatlıq data mərkəzinə sahibdir ki, bu da 230% artım edir. Və bir də burada istəyirəm hissənin performansına baxaq. Hissə stok performansı bu ilin əvvəllərində 3-4 dollar olarkən, bu ilin ortalarında 70 dollara çatdı. Hal-hazırda isə 40 dollar civarındadır. Biz 30 dollar civarlarında alışlar etdik ayrı şirkəti üçün və uzun müddət tutmağı planlaşdırıram. Əgər şirkətin hekayəsində və təməl potensialında problem yaşamadığımız müddətcə və istəyirəm analitiklərin proqnozuna baxaq. Orta hədəf 80 dollar olaraq qiymətləndirilir. Ən yüksək hədəf 136 dollar, ən aşağı hədəf isə 39 dollar olaraq qiymətləndirilir. Aynı şirkəti haqqında bu qədər idi. Növbəti videolarda görüşərək. Like atmağı, abunə olmağı unutmayın.